günümüzün acı bir reallığı. Bugünkü toplumun içində bəzi insanlar öz maraqları, öz çıxarları üçün digərlərini xərcləməyi normal sayır. Amma özlərinə bir ziyan, bir zərər dəydikdə mərhəmət istəyir, ədalət gözləyir. Pul danışanda dillər susur. Mənfəət ortaya çıxan kimi hər kəs mələk libasına bürünür. Çox təəssüf ki, bugün cəmiyyətimizdə öz dostuna, öz yaxınına pul atanlar, öz mənfəətinə, öz çıxarlarına dostunu, qardaşını belə gözüm çıxdıya salanlar qınar obyektinə çevrilmir. Əksinə sevilir, hörmət izzətlə qarşılanır. Çünki pulu var axı. Əşidə lazım, məni atmayıb ki, qardaşını atıb, dostunu atıb. Əsas odur ki, pulu var. Pulu varsa hörmətli adamdır. Bax, bu cür qarşılanırlar. Ən acı vericisi isə odur ki, məhz belə insanlar cəmiyyətdə uca səslə orada, burada cəmiyyətin pozulmağından, nə bilim, əxlaqsızlıqdan, insanların naxələtliyindən uca səslə danışıb, cəmaata yol göstərir, örnək olmağa çalışır və məsləhət verir. Ən dəhşətlisi də budur. Heç kim işıqda güzgünün qabağında özü ilə üzləşmək istəmir. Amma başqalarının zulmat qaranlıqda nə iş gördüyünü əzbər bilir. Bu faciədir. Tarix göstərmişdir ki, məhz kənar qüvvələrin təsiri ilə öz elində, obasında dostunu, qardaşını pula satanlar, bax, o kənar qüvvələrlə əlbir olub, öz maraqları ucbatından vətənini, torpağını, xalqını, hər şeyini pula satar. Bəli, o qardaşını satdı, ona dillənmədi heç kim. Dostunu qurban verdi, ona heç kim dillənmədi. Hörmət qoydular, çiyinlərinə çıxartdılar. Əlbəttə ki, eləsi sabah vətənini də satacaq. Bəli, əlbir olacaq düşməndən və çünki o bəbəkləri puldan başqa heç də görmür. Onun gözünü pul örtüb, ata-ata gəldi, onu allatdı, bunu qurban verdi nəfsinə. Dur deyən olmadı, indi də vətənini satacaq. Bugünümüzün isə ən dəhşətli bəlası nə atom bombası, nə də ki, yolxucu viruslardır. Məhz vətənin, xalqını, qardaşını, dostunu, elini, obasını öz nəfsinə, pula, marağa satanlar, vicdanını, mənfəəti üçün hər an qurban verməyə hazır olanlar, öz şərəfini, öz kişiliyini, mənliyini pula satan alçaqların gündən-günə çoxalması ucbatından məhz toplumlar hər an məhvə məhkumdurlar. Biri öz doymayan nəfsini doydurmağı üçün hər şeyə əl atan bir zamanda yaşayırıq və belələrinin gündən-günə artdığı, çoxaldığı bir zamanədə sanki gözlər doymur, sanki parçalamaq istəyirlər, artdıqca, çoxaldıqca çoxalmağını istəyirlər. Bax, belələri atom bombasından daha təhlükəlidir bir cəmiyyət üçün, bir xalq üçün, bir